Bir gün varlı ata oğlunu götürüb kəndə səyahətə çıxır. Onlar bir neçə gün kasıb bir ailənin evində qonaq olurlar. Ata istəyir ki, oğlu bu səfərdə kasıb insanların necə yaşadığını görsün. Qayıdarkən ata oğluna sual verir. Oğlum, kasıb insanların necə yaşadığını gördün? Oğul sakitcə cavab verir. Hə ata, gördüm. Ata maraqla davam edir. Bəs bu səfərdən nə öyrəndin? Oğul gözlərini yola dikib, düşüncəli cavab verir. Bizim yalnız bir itimiz var, onların isə 4. Bizim hovuzumuz var, onların isə təbii çayları və gölləri. Biz gecələr lampa işığında otururuq, onlar isə ulduzların altında. Biz qidamızı marketdən alırıq, onlar torpaqda özləri yetişdirirlər. Bizi qalın divarlar, onları isə mehriban dostları qoruyur. Biz televizora baxarkən, onlar ailələri ilə söhbət edir, birgə vaxt keçirirlər. Ata heyrətlə sustu. Oğlu gülümsəyərək əlavə edir. Çox sağ ol, ata. Çox sağ ol ki, əslində bizim nə qədər yoxsul olduğumuzu göstərdin.